Beşinci mərhələdəyik. Beşinci mərhələ göz yaddaşıdır. Mən 10 saniyə açıram. Ardıcıllığı yadında saxlayırsan, sonrasını başa salacağım. 1, 2, 3, 4. Ən çətin, ən çox diqqət tələb edən oyun. 3 dənə rəngi qoymaq kifayət eləyir. Bağlanırıq oyun otağına və bir tək iştirakçımız, meymunumuz qalıb orada. Görək, meymun 5-ci mərhələdə Pərvin xanımın xallarını ikiyə vura biləcəkmi? İnanın ki, 5 nəfər olanda elə fikirləşirdim ki, meymun qalacaq axırda. Hardan bilirdin ki? Nə bilim, bir hissiyatım var. Yalan danışsan, mən də inandım ki, eybi yox. Oyun təqdim elə. Aha, deməli nədir Pərvin xanım? Göz yaddaşı ilə başlayan qalaktika oyununda həm qonaq, həm də sona qalan yeganə iştirakçı eyni anda mübarizə aparmalıdır. Masaüstü oyunda 10 şart düzgün yerləşdirilə, eyni zamanda tələb olunan rənglər düzgün qoyularsa, bu vaxta qədər ki, hallar ikiyə vurulacaq. Vaxtımız getdi, buyur. Məsləhətdir ki, çarpaz qoyasan, düz qoymayasan. Bax, birin qoydu, aha. Əyri qoy, düz qoyma, məsləhət deyil. İkinci daş da qoyuldu. Növbəti üçüncü daş. Biraz tələs, vaxt gedir. Üçüncü daş, bir rəngi qoya bilərik. İstədiyinizi qoya bilərsiniz. Növbəti 5-ci daş. 5-ci daş. Aha. Və 6-cı daş gəlir. Yaxşı gedir hələ ki. Son 1 dəqiqəmiz qalıb, amma nəzərə alaq. Ehtiyatla, ehtiyatla. Aha, daş xoşuna gəlmədi. Bu da xoşuna gəlmədi. Hadi beyin anam. Vaxtı nəzərə Ay, gəl, təzədən, gəl. Hadi. 40 saniyə qalıb, gəl. Gəl dolaq, son 30 saniyə. Gəl dolaq. Johnny niyəsə sevinir. 4, 5, son 20 saniyə. Altıncı daş, ehtiyatla. Aha, bir rəngi də qoyub Pərvin xanım. Son 10 saniyə, 3 dənə daş qalıb. Beş, 4, son bir daş qalıb. 3, bir də 3. 2 və çox təəssüf, güzəşt elədim. Gəlin. Deyək ki, daşı qoymuşdu Pərvin xanım. Bir dənə də daşı qoyun. Elə belə göz yaddaşınızı yoxlayaq. Belə idi, dəqiq. Baxaq. Yox, çox təəssüf. Bir dənə tez qoymuşsan, aha, belə olmalı idi. Heyf, çox təəssüf. Bir nəfər o iştirakçı kim idi? Əslində çox yaxşı oynayırdı, son anda oldu. Kim olar o, Pərvin xanım? Valla bu ya Elvin Elxan olacaq, ya da Fərid olacaq. Elvin Elxan. Müğənni niyə düşünmürəm? Çünki bugünkü gün nəzərə alsaq, indi bugün müğənnilərimiz hamısı zanifdir. Mən əslində film demişdim, ipucu vermişdim, set demişdim. 5, 4, 3, köhnə dostlardandır. 2 və 1. O maskanın altında mənim də əziz dostum, Pərvin xanımın da dostu Orxan Ağalar oldu. Xoş gəlir. Orxan, mən Orxanı illərlə
görmürəm. Orxan, necəsən? Görüşmürük. Əla, yaxşıyam. Yaxşı da getmişdin əslində. Heç ağlıma axırıncı da yaşayıbdım, gəlməzdi axırıncıda. Əslində Pərvin çox sədaqətli dostdur. Görürsən, Çox. illər mən də Orxan. Xətrini çox istəyirəm. Adı eşidən kim dedim. Bəli, düzdür. Dedim maraqlı olacaq ki, ağlına gəlməz ki, Heç, biz çoxdan da heç, görüşmürük, heç, yüz-üzə heç. gəlmirik. Həm də Heç bildiyimə görə ağlıma Orxan gəlməz. müğənnilik fəaliyyəti də başlayıb. Rap Rap və fəaliyyəti. müğənnilik, bəli. Ha, xeyirli olsun. Ümumi C-pop artist kimi artıq fəaliyyət göstərirəm. Pərvin xanım nə vaxt klipə çəkirsən? İnşallah. Pərvin xanıma bir dəfə təklif eləmişəm, atqazımı almışam. Atqaz almışam. Ya açığı deyə heç kimin klipinə çəkilmirəm. Bir dəfə də istisna olub. Mən də üzərinə getmədim. Hörmət edirəm fikrinə. Ehtiyat etdiyim bir oyun yox idi. Sadəcə orada bilmirəm bu qələmin idi, nə isə orada bir var idi. Tez tullanırdı ora. Bura nə qədər axtardım, sənin heç orada heç nə yox imiş. Yəni boşu-boşuna orada vaxt itirdim. Fikir verdim ki, ancaq ayıya istiqamət verirlər sağa sola. Hər birinizi görmək xoş oldu. Çox, ay, Hər heç birinizə də ağlıma çağırış çox sağ gəlməzdi. ol. Orxan. Elvin, Mən çox sağ ol. Ülfət Bəşir, təşəkkür edirəm. Çox maraqlıdır. Çox sağ olun Çox təklifinizə sağ görə. olun. hamımız. 250 xalla oyunu tərk elədi. Eybi yox. Betərin betəri var. Betərin betəri var. Təsəllilər yetmir dada. Hər halda